növbəti sualını verir bizə. Nəyə görə təcrübə proqramlarını 3-cü və 4-cü kursları götürürlər? 23-24 yaş aralığında olan və universiteti bitirmiş insanlar qazana bilməzmi? Bəli, qazana bilər Ayşə xanım. Orada bir psixoloji bir durum var. İnsan tələbə olanda bir növ ağ vərəq kimi olur. Yəni, hər bir şirkətin öz mentaliteti var, öz dəyərləri, öz code of business-i var. Və onlar çalışırlar ki, belə potensial gəncləri yalnız tələbə ikən, hələ ağ vərəq olmuşkən, hələ hər hansı bir şirkətə bulaşmamışkən götürüm, öz code of business-imi, öz mentalitetimi, öz dəyərlərimi ona yeridim beyninə, şuur altına və o mənim olsun. Yəni, mənə məxsus olsun bu insan, onu yetişdirim, özüm yetişdirim. Yəni, nə qədər ki, başqa şirkətlər ona bulaşmayıb, yəni, başa düşürsünüz, beynini qarışdırmayıb. Ona görə də çalışırlar ki, 3-cü kursları götürün. Amma siz üstü bitirib artıq məzun həyatında bir neçə il keçirmişsinizsə, bu deməkdir ki, siz ya işsiz olmuşsunuz, ya da ki, başqa şirkətlərdə işləmişsiniz. Yəni, başqa şirkətlərin mentalitetinə bulaşmışsınız. Sizin beyninizdə artıq o şirkətlərin dəyərləri var, bu doğruları var. Artıq o sizi gətirəndə siz gələsiz belə, yox, bu belə doğru deyildi. Niyə? Çünki mən falan şirkətdə bunu belə görmüşəm deyən bir adam olacaqsınız. Ona görə sizimi sizdən yox da, daha çox 3-cü 4-cü kurslardan yana edirlər. Bu biraz psixoloji məsələdir. Yəni, siyasətdir belə deyək. Sualınıza da belə cavab verə bilərəm. Yəni, əlbəttə, universitet bitirmiş insanlardan fərqli olaraq, həmçinin 23-24 yaşlı insan belə əlbəttə ki, iş tapa bilər. 26 yaşlı, 28 yaşlı belə insan tapa bilər. Amma intervyuda qarşı tərəfi nəyi yansıtmalısınız? Mən hələ də ağ vərəqəm. Mən ənənəvi insan deyiləm. Yəni, mənim beynimə yeridilmiş o ənənələrə, belə deyim də, inad, yox, bu belə olmalıdır deyən bir insan deyiləm. Mən changeable, dəyişkən, dəyişikliyə açıq, yeniliyə açıq bir insanam. Beynim açıqdır. Və siz mənə artıq öz mentalitetiniz, öz şirkətimizin dəyərlərini yeridəndə mən sevə-sevə onları qəbul edəcəm, mənimsəyəcəm, öz şuur altıma yeridəcəm. Hətta dəyişmək lazımdırsa, gördüyünüz insandan dəyişib sizə gərəkli olan insan olacaq. Bunu qarşı tərəfə intervyuda yeritsəniz, təbii ki, inşallah sizin əllərdən olacaqsınız. Belə. Növbəti suala baxırıq. Rəhman bəy bizimlədir. Salam Pərizə, xoş söhbətlər. Çox təşəkkür edirəm Rəhman bəy. Elnur bəy təşəkkür edir fikirləriniz üçün təşəkkür edirəm Elnur bəy. Belə, ətraflı məlumat üçün təşəkkür edirəm Pərizə, dediklərinizə edəcəm. Xoşdur İsmail bəy, inşallah indi də gözəl yerdəsiniz və daha gözəl yerlərdə olmaz diləyilə və bir gün Abu Dhabidə qarşılıqlı çay içməyimiz diləyilə. Belə, Qəhrəmanova da sağ olun dedi, təşəkkür elədi, mən də sizə